Salam müəllimlər, indi isə sizlə 6-cı sinifin 22-ci mövzusu olan duru xəmirdən məmulatların hazırlanma texnologiyası haqqında danışacağıq. Un nədir? Un buğda, qarğıdalı, covdar və digər dənli bitkilərin üyüdülməsi nəticəsində əldə edilən bir məhsuldur və orqanizm üçün olduqca faydalıdır. Karbohidrat, yolal, yağ, minerallarla zəngindir. İstifadə olunan unun növündən asılı olaraq un, buğda, çovdar, qarğıdalı ununa ayrılır və unun keyfiyyəti, onun rəngi, ətri və dadı ilə müəyyən edilir. Və həmçinin bişinti məhsullarının keyfiyyət göstəricisi, hansı ki köpmədir, daddır, xarici görünüşüdür, buna görə müəyyənləşdirilir. Bu göstəricilər isə unun keyfiyyətindən asılıdır. Un quru, yaxşı havalandırılmış yerdə saxlanılmalıdır. İstifadədən əvvəl un ilkin emaldan keçməlidir, ələnməlidir. Ələnmə nəticəsində oksigenlə zənginləşir, eyni zamanda əlavə qatışıqlardan azad edilir. Və xəmir hazırlanma texnologiyası nədən ibarətdir? Xəmir hazırlamaq üçün un təpə şəklində qaba tökülür. İçində çökəklik yaradılır, ona maye əlavə edilir. Xəmir bərabər sıxlıq alınana qədər qarışdırılır. Xəmirin keyfiyyətini yaxşılaşdırmaq üçün ona qabartma tozu və yaxud da ki maye əlavə edirik. Əksər hallarda yumşaldıcı olaraq turş süddən, yumurta ağından, qabartma tozundan istifadə edilməlidir. Quru xəmirdən qida məhsullarının, məsələn, bilindi, olar ya da hazırlanması üçün mayalı və mayasız xəmirlərdən istifadə edirik. Duru xəmirdən hazırlanan bilinin tarixi qədimə dayanır. Belə ki, bütün xalqların mətbəxində bilin növü mövcuddur. Ruslarda o bilin və ya bilini, ingilislərdə pankek, çinlilərdə çin bilini, fransızlarda krep kimi deməli adlandırılır. Həmçinin bilinlər içlikli, içliksiz ola bilirlər. Eyni zamanda ona bal, xama, qatlaşdırılmış süd, mürəbbə ilə də qarışdırılıb yeyilə bilər. Bilini hazırlamaq üçün resurslar var ki, hansı ki süd 500 ml olmalıdır, 2 ədəd yumurta, 1 çimdik duz, 3 xörək qaşığı şəkər, 1 stəkan yarım buğda unu, 2 xörək qaşığı deməli bitki yağı, qabartma tozu, 1 çay qaşığı əlavə edilməlidir. Daha sonra vahid texnologiya üzrə xəmir hazırlanmalıdır. Bundan sonra məhlulu otaq temperaturunda olan südün və ya unun yarısı bitki yağı əlavə edilərək qarışdırılmalıdır. Qabartma tozu əlavə edilir, eyni cinsli duru xəmir alınır və yaxşıca qarışdırılır. 15-20 dəqiqə kənarda dincəlməyə qoyulur və bilin kiçik, qalın dibli, çuğun və yapışmayan örtüyü olan tavalarda bişirilir. Mütləq tava yaxşı yağlanmalı, yaxşı qızdırılmalıdır. Tavanı yağlamaq üçün mətbəx fırçasından istifadə edilməlidir. Xəmiri kiçik çömçə ilə tavaya tökmək lazımdır. Bilinin alt tərəfi qızardıqdan sonra üstdən dəliklər yaranır. Onu çeviririk bu zaman və hazır bilinləri üst-üstə yığıb kərə yağı ilə yağlayırıq. Bilin masaya ərimiş kərə yağı, xama, mürəbbə, balından verilə bilər. Bilinlər çox vaxt kəsmik, qiymə, ət, düyü və içlikli konserv və borucuq şəklində bükülərək qızardılır, konfet şəklində. Və Azərbaycanın şimal-qərb bölgəsində əsasən Zaqatala, Balakən rayonlarının milli mətbəxinin əsas yeməyi duru xəmirdən saz üzərində bişirilən maxaradır ki, adətən dadı birinə oxşasa da bişirilmə qaydası fərqlidir və öz formasına görə günəşə bənzəyir. Maxara sazda bişirildiyində xəmirin kənarlarından süzülən günəş şüalarını xatırladan saçaqlar əmələ gəlir və deməli belə deyim də, bu zaman maxaranı hazırlamaq üçün 500 ml süd, 2 ədəd yumurta, duz, 1 çimdik, 3 xörək qaşığı şəkər, 1 stəkan yarım buğda unu, 2 xörək qaşığı bitki yağı, qabartma tozu əlavə edilməlidir. Və eyni zamanda yenə maxaranın xəmri də bu ərzaqlar, bu resurslar qarışdırılır və isti sad üzərində çömçə vasitəsilə tökülür və bu zaman onun kənarından o saçaqlar yaranır ki, bu da günəşə bənzəyir. Və maxaranı bişirdikdən sonra siniyə qoyurlar, üzərinə kərə yağı çəkilir, süfrəyə verilir, balla, şirin çayla və sadə şəkildə yeyilə bilər. Eyni zamanda təhlükəsiz qaydalarımız var ki, təhlükəsiz qaydalarında hansı ki sadəcə evdən kənarda, bunun üçün ayrılmış xüsusi yerlərdə yerləşdirmək lazımdır. Alovlanmış sacı nəzarətsiz qoymamalı, ocağı yandırmağa deməli başqalarına etibar etməməli. Maxara hazırlayarkən küləyin üfürüb alışdırdığı qığılcımların uzun məsafəyə səpələnə biləcəyini unutmamalı. Əks halda közəlmə başlar, nəticədə yanğın baş verə bilər. Sacı böyüyən ağacların yaxınlığında yerləşdirməməli. Sacı yandırmaq üçün tez alovlanan və yanan mayelərdən istifadə etməməli. Kibritin yandırılması zamanı yanar buxarlar sizi odlaya bilər. Bu mövzumuzda bu qədər asan sadə mövzularımızdan biridir. Bəyənib abunə olub rəy bildirməyi unutmayın.